Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. MİQ imtahanlarına sayılı günlər qaldı. Günlərin biraz uzatsalar da tərəfə, sayılı günlər deyə bilərik. Müəllimlərin işə qəbul imtahanlarına dəstək məqsədi ilə bugün sizə 10 ədəd metodika sualı təqdim edəcəm. 10 ədəd sualımızın içində asan, orta və çətin tipli suallar öz əksini tapın. Məsləhət görürəm ki, siz də videonu saxlayaraq sualları özünüz tapın, sonra izaha baxın. Və mütləq şəkildə nəticənizi şərh bölməsində yazarsınız. İnanıram ki, minimum 8, 9 və ya 10 dənə düzünüz olacaq. Situasiyaları çalışın ki, çox işləyəsiniz. Çünki imtahanlarda qarşınıza sertifikasiya baxmayın, MİQ-də daha çox situasiya tipli suallar düşəcək. Gəlin, sınağımızın izahına baxaq. Birinci sualımız cədvəl sualıdır. Cədvələ əsasən doğru olanları deyil müəyyənləşdirin. Doğru olanlar deyəndə, yəni uyğunluğu istəyir bizdən. Doğrunun altından doğru, yanlışın altından yanlış. Cədvəlimizin qaydası nədirsə ona uyğun seçəcəyik. 1. Diaqnostik qiymətləndirmə tədrisin diferensiyallaşmasına təsir edir. Diaqnostik diferensiyallaşma. Həmişə öz dərslərində qeyd edirəm. Açar söz olaraq D. Diferensiyallaşma ikisinin də baş hərfi D ilə başlayır. Diaqnostik qiymətləndirmə niyə diferensiyallaşmanı təmin edir? Çünki biz diaqnostik qiymətləndirmədə şagirdlərin ilkin bilik və bacarığını üzə çıxarırıq. Şagird hal-hazırda nə bilir, bu dərsə qədər nə bilirdi, bundan sonraki dərslərlə bağlı nə bilir və mən şagirdin həmin bilik bacarıq səviyyəsinə uyğun dərsimi quracam. Deməli, ona fərdi yanaşacam. Fərdi yanaşma da ki, diferensiyallaşdırmadır, fərdiləşdirmə. Deməli, bir doğrudur. Bu halda biz biri doğru cavab kimi seçə bilərik. Cavabımızın biri 1-dir. 1 olan variantları saxlayırıq, digərlərini sildik. 1-4 və ya 1-2 olacaq cavab. 2. Formativ qiymətləndirmə müəllim üçün şagirdin summativ qiymətləndirməyə, hazırlıq səviyyəsini dəyərləndirməyə kömək edir. Baxın, formativ qiymətləndirmə, summativ qiymətləndirməyə hazırlıq səviyyəsini. Bəli, yəni formativ hər gün aparılan qiymətləndirmədir. Və müəllim də normal olaraq başa düşə bilər ki, şagird formativ gündəlik fəaliyyətində uğurludur, uğursuzdur, çalışqandırmı, deyilmi və s. summativə hazırdır, yoxsa hazır deyil. Hazırlıq səviyyəsini müəyyənləşdirə bilər. Bu bir təxmindir sadəcə. Bu o demək deyil ki, şagird formativdə yaxşı nəticə göstərirsə gündəlik fəaliyyət, summativdə də yaxşı olacaq, yox. Bunu biz dəqiq şəkildə deyə bilmərik. Sadəcə bir təxmin edə bilərik. Bəzən təxminlərimiz bizi yanıldada bilər. Yəni, həyatdır, bu reallıqdır, %100 bir şey yoxdur. Buna görə də 2 də düzdür, 1 də düzdür, 2 də düzdürsə cavabımız elə avtomatik D bənd olacaq. Niyə? Çünki 3 ilə 4 də düzdür. Ümumiyyətlə, bu tip cədvəllərdə əgər bütün variantlar doğrudursa, bizdən doğru olanları və ya uyğunluq burada yazılır bəzən. Uyğunluğu istəyirsə cavab 1-2 olur. Yalnız doğrudakı doğru olar. 3 ilə 4-ü də oxuyuram sizin üçün. Niyə doğrudur? Müəllim diaqnostik qiymətləndirmənin nəticəsini təhlil etməklə pedaqoji prosesdə inkişaf yönümlülüyün tələbinə əməl edir və şagirdləri bilmədiklərini öyrənməyə təşviq edir. Doğru bir fikirdir, yanlış heç nə yoxdur. Formativ qiymətləndirmə şagirdin gündəlik standart tələbinə nə dərəcədə nail olduğunu müəyyən etməyə kömək edir. Gündəlik standart tələbi, bəli, doğrudur, formativdir, hər gün aparılır. Bu da düzdür deyə sildik ikisində, qaldı 1 və 2. Növbəti sualımız yenə qiymətləndirmə ilə bağlıdır. Bu sualımızda deyilir ki, yəni qiymətləndirmə ilə bağlı situasiya sualıdır. Burada deyilir ki, şagird üzürlü səbəbdən KSG-dən öncəki həftədə dərsdə iştirak etməmişdi. Deməli, KSG keçirilən həftədən əvvəlki dərslərdə iştirak eləməyibdir şagird. Problem budur. KSG suallarına şagirdin iştirak etmədiyi dərsdən testlər də əlavə edilmişdi. Maraqlıdır. Şagird digər sualları yazdı, bildiklərini yəni. Lakin keçmədiyi mövzulara aid olan sualları yazmaqda çətinlik çəkdi. Situasiya əsasən müəllim nə etməlidir? Baxın, situasiyaya, yəni buna əsasən müəllim nə etməlidir? Yəni hansı addımı atmalıdır? Öz cavabınızı seçin məncə, sonra sualın izahına baxın. Maraqlıdır, görəsən necə düşünəcəksiniz? Situasiyanın cavabına gəlin variantlarına baxaq. A bəndində deyilir.
Müəllim əvvəlcədən şagird fərdiliyini nəzərə almalı, şagirdin üzürlü səbəbdən iştirak etmədiyi mövzulardan testdə istifadə etməməli idi. Bəzən müəllimlər düşünür ki, kurikulum şagird yönümlü bir təhsil proqramıdır. Buna görə də şagirdin müsbətinə nə varsa gedək onu götürək. Yox, rəsmi qayda qanun var. Şagird iştirak eləməyib dərsdə üzürlü və ya üzürsüz səbəbdən fərqi yoxdur. Yəni bu adam iştirak eləmir. Və KSG keçirilir. Biz bilirik ki, summativ qiymətləndirmə real, konkret bir necə deyirlər, rəsmi qaydada keçirilən bir qiymətləndirmə növüdür. Və şagirdin yekun qiyməti ona uyğun şəkildə hesablanır. Yekun qiymətə təsir göstərir. Bu səbəbdən də KSG-nin keçirilmə bir qaydası var. Uşaq iştirak etməyibsə, o demək deyil ki, müəllim ora gətirib salmamalıdır o sualları. Hamı üçün KSG eyni qaydada keçirilir. Hər kəs iştirak edir. Nəticə nədirsə onu da yazırıq. Aydındır, rəsmi qaydada. Bu səbəbdən A bəndi yanlışdır. İstifadə etməməli idi sözü yanlışdır. Müəllimin haqqı var ki, şagird gəlsə də, gəlməsə də bu bölmədə olan mövzulara suallar hazırlasın. Fərdi bir şagirdə görə olmur bu. B variantı. KSG səviyyələrə görə hazırlandığı üçün yaranmış situasiyada müəllimin edə biləcəyi hansı fəaliyyət yoxdur. Baxın, bu birbaşa kökündən kəsir atır ki, müəllimin edə biləcəyi bir şey yoxdur, amma var. Yəni, müəllim pasiv qalmamalıdır burada. Nəsə eləməlidir, bu edəcəyini də birazdan deyəcəyik. Bu fikir səhvdir, hansı fəaliyyət yoxdur deyir. Kökündən kəsib atmaq da yanlışdır. C. Şagirdin iştirak etmədiyi mövzuya aid olan suallar şagirdin xeyrinə hesablanmalı. Belə bir qayda varmı ki, sən iştirak etməmisənsə, xeyrinə hesablansın? Yox, təbii ki. Ona görə də bu da yanlışdır ki, xeyrinə hesablanmalı. Bununla bu cümlənin ardı elə yazılıb ki, aldatsın sizi ki, müsbət bir şeydir. Bununla da diferensiallıq təmin olunmalıdır. Yəni, güya şagirdə fərdi yanaşdıq. Yox, yanlışdır. D. Ən çox müəllimlərin qarışdırdığı iki variant, D və E variantı. Görəsən, hansı daha doğrudur? Deyə indi variantlara baxacaq. Şagirdin KSG-də iştirakını təmin etməzdən öncə həmən mövzular şagirdə fərdi formada izah olunmalı idi. Bu bir variant. Şagirdin digər suallara yazdığı cavaba uyğun olaraq onun KSG balı hesablanmalı və 100 balı sistemə tətbiq olunmalıdır. Bu da ikinci bir variant. Görəsən, hansını seçmişsiniz? Maraqlıdır. D mi seçdiniz, yoxsa E mi seçdiniz? Cavabımız olacaq E bəndi. Doğru cavab. D yanlışdır. Niyə yanlışdır? D ilk baxışdan humanist yanaşma kimi görsənir. Yenə deyirəm, biz düşünməyək ki, şagird yönümlü yanaşmadır kurikulum. Humanist olacaq orada. Yox, bu KSG-dir, rəsmi qiymətləndirilmədir. Bunun bir qaydası var. Şagirdin KSG iştirakını təmin etməzdən öncə həmin mövzuları şagirdlər fərdi formada izah olunmalıdır. Düşünün ki, KSG keçirirəm, uşaq da gəlməyib keçən həftə dərsə. Mən KSG-yə bir 15 dəqiqə qalmış və ya bir gün qalmış, 1 saat qalmış, həmin dərsi başlayıram fərdi izah eləməyə. Bu nə qədər uğurlu bir nəticə verəcək bizə, bu birincisi. İkincisi də ki, şagird üzürlü səbəbdən iştirak eləməyibdir. Müəllim yazığın bəlkə proqramı, bəlkə heç onun qurduğu sistem buna uyğunlaşmayacaq ki, ona nəsə fərdi izah eləsin. Ona görə də bu KSG qaydalarına görə doğru bir yanaşma deyil, cavab E-dir. Deyir, şagirdin digər suallara yazdığı cavaba uyğun olaraq onun KSG balı hesablanmalı və 100 balı sistemə tətbiq olunmalı. Yəni, bu o deməkdir ki, uşaq iştirak elədi, 20 dənə sual var idi misal üçün. Bu 20 dənə sualdan uşaq yaza bildi 16 dənəsini. 16 dənədən də nə bilim 16'sı da düz çıxdı deyək və ya 14'ü düz çıxdı. Ona uyğun balını hesablayacağıq. Yazmadıqları da ki, təsir göstərmir də əlbəttə ki, bu MİQ imtahanı deyil ki, o da səhv düz aparsın, düzdür. Cavabımız ona görə rəsmi qaydada E bəndi götürüləcək. Növbəti sualımız. Ola bilər deyərsiniz müəllim, sualı çox uzun izah elədiniz. Valla mən ona görə izah eləyirəm ki, mövzunu tam qavrayasınız. Baxın, KSG, BSG-ni məncə burada tam dərk eləyə bilərsiniz bu sual izahı nəticəsində. Baxaq, üçüncü sualımıza. Burada bir dəyişiklik edəcəm mən. Dəyişiklik etdim. Nədən ibarət dəyişilmiş? Burada söz səhvliyi düşmüşdü. O səhv sözü dəyişdim mən. Bizim kitabımızda, situasiya tipli kitabda
nəşriyyat yanlışlığı olub orada, söz səhvliyi var idi. Onu sizin üçün düzəltdim. Oxuyaq sualı. Oxuyub cavabınızı yaza bilərsiniz. Şagird 3-cü KSG-dən 64 balla 4 aldı. Valideyn övladının bu qiymətindən narazı idi. Bunun üçün rəsmi müraciət etdi və övladının təkrar qiymətləndirilməsini tələb etdi. Valideynin tələbi üzərindən həmən şagird təkrar qiymətləndirmədə iştirak etdi. Bu zaman şagird 82 balla 5 aldı. Buna diqqət yetirək. Situasiyaya görə cədvələ əsasən doğru olanları müəyyən edin. Bir də deyilir ki, müəllim qiymətləndirmə zamanı etibarlılıq prinsipinin tələbinə əməl etməyib. Əvvəlki qiymətdə uşaq 3 almışdı. Üzr istəyirəm, 4 almışdı 64 balla. Sonra valideyn övladının qiymətlə razılaşmaq üçün tələb elədi. Uşağın haqqı var ki, qiymətini tələb eləsin. Yenidən qiymətləndirmə keçsin. Bu onun hüququdur. Yenidən qiymətləndirmə tələb edə bilər. Bu halda uşaq 5 aldı. Deməli, o halda biz deyirik ki, müəllimin bu verdiyi 4 etibarsız olubdur. Çünki yenidən qiymətləndirmədə uşaq yaxşı nəticə göstərir. Bu halda etibarlılıq prinsipi deyəcəyik ki, əməl etməyib müəllim. Yəni, bir doğrudur. Biz doğru olanları uyğunluğa axtarırıq. 2. Şagirdin qiymətləndirilməsi zamanı uyğunluq prinsipi gözlənilməyib. Uyğunluq olmalıdır burada əslində. Nəşriyyatda səhv getmişdi, etibarlıq yazılmışdı ora. Bəli, uyğunluq prinsipi ilə əlaqəsi yoxdur, yəni. Səhv bir fikirdir. Bunu siləcəyik. Çünki uyğunluq yox, etibarlılıq orada əməl olunmayıb etibarlığa. 3. Yanlış adda yanlış axtarırıq. Şagird digər 2 KSG-dən 4 qiymət aldığı halda 3-cü KSG-də valideyn tələbi doğru deyil. Yox, bu deyirik, belə bir söz var, bizim də malı mala qatmayaq. İndi bu uşaq 1-ci KSG-dən alıb, misal üçün 80 bal, 2-cidən alıb, nə bilim, 50 bal. 3-cüdən isə narazıdır. Deyir, yox, mən 3-cüdə razı deyiləm. Onu yenidən keçirə bilərik, haqqı var onu tələb etməyə. Ona görə də 3 yanlışdır. Yanlışın hatta yanlış kimi 3'ü götürürük. Cavabımız olur doğru da 1, yanlışda 3. Yəni 1 və 3. 4 niyə doğrudur? Təkrar qiymətləndirmə zamanı tam obyektivlik təmin olunub. Bəli, uşağın qiyməti düzgün şəkildə çıxarıldı, obyektivlik təmin olunub deyə bilərik. Cavabımız 1 və 3 olacaq. C bəndi. Növbəti sualımız. Bu sualı da çox qarışdırır müəllimlər. 2 variant arasında qalır müdavimlərimiz. İnanıram ki, siz doğru cavab yazacaqsınız. Buyurun, variantınızı seçin. İzahına baxırıq indi. Deyilir ki, burada müəllim dərs üçün 2 məqsəd müəyyən edib. Birinci məqsədi reallaşdırdıqdan sonra refleksiya məqsədi ilə sual-cavab təşkil etdi. Proses zamanı aydın oldu ki, Əli mövzudan bəzi məqamları anlamayıb. Müəllim şagirdə anlamadığı hissələrin üzərində işləmək üçün istiqamət verdi. Situasiya ilə bağlı yanlış fikri müəyyən edin. Baxın, altından xətt çəkdiyim hissələr vacib hissələrdir. Ona görə altından xətt çəkirəm ki, siz diqqət yetirin. Cavablarımız onlarla bağlıdır çünki. Deyir, situasiya ilə bağlı yanlış fikir. Yəni, biz situasiya ilə əlaqəsiz bir cavab axtarırıq ki, səhv verilibdir. E bəndinə gəlin baxaq. Müəllimin sinifdə formalaşdırdığı pozitiv mühit şagirdlərin özgüvəninin formalaşmasına və nəticədə tədrisin keyfiyyətli təşkilinə şərait yaradıb. İlk başdan deyərsiniz ki, axay müəllim, uşaq orada nəyisə anlamayıb. Necə yəni müəllim yaxşı yanaşıb? Uşaq əvvəlki dərsdə nəyisə anlamayıb. Aha, biz birbaşa atıla bilmərik ki, müəllim səhvdir, müəllim dərsi düzgün qurmayıb, müəllim pozitiv mühit yaratmayıb. Əksinə, baxın, şagirdin o cür belə deyək də, anlamadığı bir şey müəllim normal yanaşır və ona istiqamət verir. Deməli, müəllimin qurduğu mühit pozitivdir. Şagird anlamadığını rahatlıqla üzə çıxara bilir, başa düşmədiyini deyə bilir və nəticədə müəllim buna yol göstərir. Ona görə E situasiya ilə əlaqəlidir. E bəndi doğru fikirdir. D. Müəllimin şagirdə verdiyi konstruktiv rəy fəaliyyətin stimullaşdırılmasının tələbinin gözlənilməsi idi. Baxın, istiqamət verdi şagirdə anlamadığı hissələr üzərindən. Bəli, müəllim konstruktiv yanaşdı, fəaliyyəti stimullaşdırdı. Bu da doğrudur. A bəndinə baxaq. Ən çox qarışdırılan bu 2 variantdır. Ona görə bu ikisini saxlayıram sona. A da situasiya ilə bağlı doğrudur. Müəllim təlimdə səmərəli öyrənmə mühitini təşkil edib. Yenə bəzən müəllimlər A götürür və əsaslandırırlar ki, axı uşaq nəyisə anlamayıb. Ay, başımıza dönəm, uşaq nəyisə anlamayıbsa,
Bu o deməkdir ki, səmərəli öyrənmə qurulmuyor. Söhbət bir şagirddən gedir, 50-dən, digərlərindən getmir. Birincisi, bu bir, yəni. İkincisi odur ki, insan nəyisə anlamırsa, bu o demək deyil ki, mühit səmərəli deyil. Səmərəli mühit bilirsiniz nədir? Uşağın özünü rahat hiss elədiyi mühit, təhlükəsiz mühit, fikrini rahat deyə bildiyi mühit. Səmərəli mühit var, hardan bilirik? Əli anlamadığın, qorxmadan, çəkinmədən üzə çıxara bilir. Səmərəli mühit olmayanda uşaq qorxur, çəkinir. Başa düşmədiyin də içində saxlayır. Çəkinir ki, deyərəm müəllim danlayar, deyərəm mən sənə 5 dəfə başa salmışdım. Niyə bəs belə və s. Aydındır. Səmərəli mühit burada qorunub, təşkil olunub. A-nı da silirik. B və C. İkisi də qarışıq bir fikirdir. Bu sualın cavabını 90% müəllim C və ya A götürür bir çox hallarda. B-ni seçən çox az hallarda olur. Amma əslində sualımızın cavabı elə B variantıdır. Situasiya ilə bağlı yanlış B-di niyə izah edəcəm? Birinci C-nin səhv olduğunu deyim. Situasiya ilə bağlı olduğunu deyim sizə. Hər təlim nəticəsini reallaşdırdıqdan sonra müəllim formativ qiymətləndirmə həyata keçirir. Burada iki məqsədimə edim, amma hələ birini reallaşdırıb müəllim. Və reallaşdırdığı ilə bağlı da müəllim formativ həyata keçirir, anlamadıqlarına bağlı istiqamət verir. Deməli, müəllim addımları düzgün edir. Yəni, birincini etdi, ikinciyə keçəndə də artıq onun qiymətləndirilməsi aparacağı ilə bağlı bir fikir formalaşdıra bilirik. Ən azından birinci məqsədi formativ qiymətləndirdi. O halda biz C-ni situasiya ilə əlaqəli götürürük. Bunu silirik. Cavabımız qalır B. Müəllimin refleksiya etməkdən məqsədi şagirdin anlamadığını ortaya çıxartmalı idi. Maraqlı bir cavabdır. Bəli, şagirdin anlamadığı üzə çıxdı. Amma refleksiyada var proses, var nəticə. Siz məsələ nədir? Bir mövzunu öyrənəndə, refleksiya özünü qiymətləndirməli deyib yekunlaşdırmaq yanlışdır. Bunu tam geniş izah eləmək və geniş başa salmaq lazımdır ki, müdavimlərə. Gedilən proses və alınan nəticə fərqli anlayışdır. Müəllimin refleksiya etməkdə məqsədi nəticədən gedir söhbət artıq. Yəni, müəllimin məqsədi nədir? Uşaqdan nəyi ölçəcək, necə ölçəcək? Birbaşa sadəcə şagirdin anlamadığını ortaya çıxartmaqdırmı müəllimin refleksiya məqsədi? Yox. Müəllimin refleksiyada məqsədi bir, şagirdin özünü qiymətləndirməsi, şagirdin özünün bilib-bilmədiyini üzə çıxarması, şagirdin güclü tərəflərini özünün üzə çıxarması, zəifliklərini üzə çıxarması, anlamadıqlarını ortaya çıxarması onlardan bir nüansdır sadəcə. Şagirdin anlamadığı da üzə çıxa bilər. Amma müəllimin məqsədi sadəcə şagirdin anlamadığını ortaya çıxarmaq deyil refleksiyada. Refleksiyada müəllimin məqsədi genişdir. Ona görə də B variantı situasiya ilə bağlı yanlış cavab olacaq. Cavab B. Aydındır. 5-ci sualımız olacaq situasiyanı başa düşməyənlər deyəcək, ay müəllim bu səhvdir və s. filan falan. Bəs mənkan xeyr, dəyərli izləyicilərim. Mən sizə tam rəsmi qaydada metodika, kurikulum nəyi tələb edirsə onu da öyrədirəm. Hər kəsə də izah etməyə hazıram ki, verdiyim variantlar tam əsaslı şəkildə orada qeyd olunub. 5-ci sualımızda deyilir ki, aşağıdakılardan hansı düzgün rəy forması deyil? A bəndində cümlənin məqsəd və intonasiyaya görə növlərini fərqləndirir. Lakin nitq hissələrinin təsnifatını sonradakı anlamayıb. Belə ki, əşyanın və hərəkətin əlamətini bildirən sözləri fərqləndirməkdə çətinlik çəkir. Normal bir rəy, yəni bir sıxıntı yoxdur. Müəllim müsbəti deyir, sonra negativini deyir. Bu qədər, yəni həm mənfini, həm müsbəti deyir müəllim. Buna görə biz bunu səhv kimi götürə bilmərik. Digər variantlara nəzər salaq. B variantı mürəkkəb sözlərin sait və samitlərin yazılış qaydalarına tapşırıq daxilində əməl edir. Lakin öz yazılarında əməl etməyi unudur. Burada da müsbətlə başladı, mənfisini dedi. Mətnin tərkib hissələrini fərqləndirir, lakin özü mətn yazarkən strukturu təmin edə bilmir. Müsbətlə başladı, mənfisini dedi. Lider olmaq həvəsi çox güclüdür. Bəzən bu his ona maneə olur. Digər şəxsləri özünə inandırmaq üçün jest və mimikalardan deyil, daha çox səs tonundan istifadə edir. Burada da müsbət və mənfi, deməli cavabımız qaldı E bəndi. Materialları ümumiləşdirmək bacarığı zəifdir, kökündən baltalıyız. Mənfidən başlayır, mənfini deyir.
Mətndə açar sözlərin müəyyən edilməsindəki çətinlikləri aradan qaldırmaqla ümumiləşdirməyi və ikinci dərəcəli fikirləri imtina etməyi öyrənməlidir. E bəndi digər rəylərə nisbətən uğursuz rəydir. Çünki digərlərin hamısında gördüyünüz kimi fikir müsbətlə başladı, sonra mənfini dedi müəllim. Amma E bəndində birbaşa mənfi ilə başladı. Rəy mənfi ilə başlamaq birbaşa yanlış situasiyadır. Yanlış cavabdır. Yaxşı olar ki, müəllim bütün səhvlərdən sonra bir dənə də yol göstərsin. Bu ən optimal cavabdır. Əlbəttə ki, sadəcə verilən rəylər arasından ən yanlışı E bəndi olacaq. Növbəti sualımız. Burada deyilir ki, müəllim tapşırığı düzgün yerinə yetirən və suala düzgün cavab verən şagirdə çox ağıllısan və çox zəkalısan, çalışqansan, sən bu tapşırığın cavabını çox çalışqan olduğun üçün verdin, deyə rəy verir. Situasiya ilə bağlı doğru fikri müəyyən edin. Məlum məsələ, onun ağıllı olduğunu vurğulamaq birbaşa emosiyalara yönəlmiş rəy sayılır. Rəylər sırasında emosiyalara yönəlibdir. Çünki çox ağıllısan, zəkalısan, afərin, bunlar emosiyalara yönəlibdir. Aydındır. Cavab C. Bu da bizim asan suallarımızdan biri. 7-ci sualımız. Burada deyilir ki, dərsi birbaşa təlim modeli ilə keçən müəllim dərsə başlamazdan öncə əvvəlki dərsin mövzusunu sual-cavab edib, şagirdlərin yadına saldı. Sual-cavab zəif iştirak edən, sual-cavabda zəif seçən şagirdə müəllim keçmiş dərsi detallarla xatırlamırsan deyə rəy verir. Keçmiş dərsi detallarla xatırlamırsan. Situasiya ilə bağlı hansı fikir doğrudur? E bəndindən gəlin başlayaq. Görək E bəndi niyə doğrudur? Müəllim əvvəlki dərsdə refleksiyanı təmin etməyib. Bəzən müəllimlər bu variantı götürür ki, uşaq nəyisə anlamayıbsa, xatırlamırsa deməli refleksiya yaxşı olur. Yox, refleksiya yenə deyirəm, özünü qiymətləndirmə, öz fəaliyyətini dəyərləndirməkdir. Ola bilər şagird refleksiya eləyib, öz bu dərsdə öyrəndiklərini də qiymətləndirib, amma bir neçə gün sonra unutdu, nəsə yadından çıxıbdır. Normal haldır. Bu artıq müəllimin refleksiyanı təyin etməməsi ilə bağlı deyil. D. Rəy şagirdin fəaliyyətinə yönəlik rəy olduğu üçün düzgün hesab edilə bilər. Rəy fəaliyyətə yönəldimi ki, ümumiyyətlə? Deyək, lap fəaliyyətindən danışdıq. Aha, nəyisə xatırlamır. Amma axı düzgün hesab edilə bilməz. Çünkisini birazdan deyəcək cavabda. İstəmirəm açıqlayım, ortaya çıxarım. Səhvdir yəni. C. Müəllim şagirdləri effektiv şəkildə tədrisə cəlb edə bilmədiyi üçün. Müəllimin şagird cəlb edə bilmədiyi ilə bağlı heç nə yoxdur. Deyir, cəlb edə bilmədiyi üçün uşaq düzgün cavab verə bilmir. Yox, yanlışdır. Uşaq ola bilər ki, cəlb olunub, amma nəyisə xatırlamır da, yadına düşməyib. Bunun yəni müəllimin dərsə cəlb etmə motivasiyasından bir əlaqəsi yoxdur. B bəndi. Müəllim birbaşa təlim modelindən istifadə etdiyinə görə yeni dərsə başlamazdan öncə köhnə dərs adı rəy verməsi doğru hesab edilə bilər. Birbaşa təlim modelində bəli, köhnə dərsə qayıtmaq var. Amma köhnə dərslə bağlı sual verməkdir sadəcə orada. Köhnə dərsi yada salmaqdır. Burada birbaşa müəllimin rəyindən gedir söhbət. Rəyindən. Müəllimin verdiyi rəydədir yanlışlıq. Yəni, birbaşa təlim modeli gedişatı ilə bağlı heç bir problem, prosesdə, yəni əlaqə yoxdur. Aydındır? Belə. Cavab A bəndidir. Deyir, müəllim şagirdlərlə vaxtında düzgün əks-əlaqə qurmur. Bu da dərsin effektiv təşkilinə mane olur. Bəli, biz müəllimin fasilitatorluq funksiyasını öyrənəndə demişdik ki, müəllim gərək vaxtında düzgün əks-əlaqə qursun. Deməli, sualın rəyində nə deyir müəllim? Keçmiş dərsi detallarla xatırlamırsan. Yəni, keçmiş dərsi xatırlamırsan, zamanında rəy vermir. Müəllim gecikdirilmiş rəy verir. Əgər şagird haradasa nəyisə başa düşməmişsə, onu vaxtında rəy vermək lazım idi. Vaxtında istiqamətləndirmək lazım idi. Və burada keçmiş dərsi xatırlamırsan demək keçmişə yönəlibdir. Birbaşa müəllimi həmin o uşağın yadına düşməyib nəsə. Onunla bağlı ipucu verə bilər. Normalda niyə edirik biz? Uşaq nəsə bilməyəndə ipucu veririk, istiqamətləndirik ki, cavabı tapsın. Müəllimin edə biləcəyi addım bu idi orada. Anladınız, başa düşdünüzmü? Yəni niyə səhvdir? A. Müəllim orada şagird nəyisə xatırlamırsa, yadına salması üçün köməklik eləyə bilər. Müvəqqəti köməklik, birbaşa cavabı verməyəcək.
amma istiqamətləndirəcək. Yoldaşlarının vasitəsilə nəsə istiqamətləndirə bilər. Lakin bu cür rəyi artıq düzgün rəy hesab olunmur. Cavab A. Digər sualımız 8. Qrup işlərində daha fəal işləməyə başlamısan, lakin hər dəfə liderlik etmək həvəsinin sənə qrup yoldaşların ilə əməkdaşlıq etməyə mane olur. Verilmiş rəy ilə bağlı doğru fikri müəyyən edin. Rəy sosial bacarıqların inkişafına yönəlib. Elə cavabımız A bəndə olacaq. Rəy emosional bacarığın inkişafı. Emosional bacarığın inkişafı deyil. Liderlik emosional sosial bacarıqdır birinci. Sosial bacarıq olaraq biz onu vurğuluyuruq həmişə. Ona görə də emosional yox, sosial olacaq. Rəy idraki fəaliyyət. İdraki fəaliyyət uşağın anlaması, tətbiqi, təhlili, dəyərləndirməsi bununla bağlıdır. İdraki deyil, sosial bacarıqdır. Rəy şagirdin keçmiş fəaliyyətinə yönəlib. Xeyr, səhvdir. Rəy şagirdin akademik göstərici, akademiklə bağlı da bir şey yoxdur, keçmiş yanlışdır. Cavab A bəndi. Sosial bacarıqlar Daniel Goleman nəzəriyyəsində deyirdi ki, liderlik, əməkdaşlıq, ünsiyyət, bunlar hamısı sosial bacarıqlardır. Ona görə də sosial bacarıqla bağlı cavab elə olacaq A bəndi. 9. Müəllim şagirdlərə alman dilində şəxs əvəzliklərini öyrənməyi və bir neçə sözü şəxs əvəzliyində ifadə etməyi tapşırır. Qiymətləndirməni bu istiqamətdə aparacağını deyir. Dərsin gedişatında şagirdlərin jest və mimikadan düzgün istifadə etmədiyini müşahidə etdiyi üçün sonda qiymətləndirməni bu istiqamətdə aparıb şagirdlərə bununla bağlı rəy verdi. Sonda qiymətləndirməni nəyə görə apardı? Jest və mimikadan düzgün istifadə etmədiyinə görə. Verilmiş situasiyada müəllimin fəaliyyəti ilə bağlı hansı doğrudur? Geniş izah verməyəcəm, vaxtımızı çox aparmayaq. Cavabınızı seçin, yazın. Əsas məğzi aydındır. Müəllim məqsəd qoyub ki, uşaqlar sizi əvəzliyi öyrənib onu ifadə etməyə görə qiymətləndirəcəm. Sonra dərs prosesində ağlına gəldi ki, aha, gördük ki, jest və mimikadan düzgün istifadə eləmirlər. Müəllim getdi, jest və mimikanı qiymətləndirdi. Yəni, qoyduğu məqsəd qaldı kənarda, başqa bir məqsəd çıxartdı, ona uyğun qiymətləndirmə vardı. Deməli, müəllim qiymətləndirmənin uyğunluq prinsipinə əməl etməyib, uyğunluğu pozub. Cavab B bəndi. Aydındır. Digər variantlar yanlış variantlardır. Çünki birbaşa cavabımız B bəndidir. 10-cu sualımıza baxaq, sonuncu suala da sizinlə gəlin. Nəzər yetirək. Ya da 9-cu gəlin variantlarını təhlil edim. Sonra kiməsə nəsə qaranlıq qalar. Deyər ki, müəllim elə axıra çatdı. Yola verdi bizi. Gəlin, baxaq 9-cu sualımızın digər variantlarını deyim sizə. Müəllim şagirdlərdə emosional fəaliyyəti inkişaf etdirir. Situasiyada emosional fəaliyyət inkişaf etdirilir demir axı. Gelib bunu qiymətləndirdi, sonra o birisini qiymətləndirdi. Səhvdir. Müəllimin məqsədi şagirdlərdə 21-ci əsr bacarıqlarını inkişaf etdirmək olduğu üçün məqsəd olaraq qoymayıb axı ki, mən 21-ci əsr bacarığını qiymətləndirəcəm. Situasiyada elə bir şey demir müəllim. Ona görə bu da səhvdir. Situasiya ilə bağlı yanlışdır. Müəllimin qiymətləndirməni dərsin gedişatına uyğun dəyişməsi analitik rubrikin göstəricisidir. Analitik rubrik bizə demir ki, sən meyarı dəyiş. Belə bir hal yoxdur. Ona görə bu da yanlışdır. Yazıq analitik rubrikin heç məsələdən xəbəri yoxdur. Onun adı niyə bura salmışıq bilmirəm. Müəllim holistik rubrikdən istifadə edib. İstifadə etdiyi ilə bağlı heç nə yoxdur burada. Holistik ümumi qiymətləndirmədir. Onunla bağlı bir şeydən danışmırıq. Sadəcə müəllimin qoyduğu məqsəd və meyardan danışırıq. Bu qədər. Əlaqəsizdir yəni hamısı. Ona görə geniş izah eləmirdim bayaq sizə. Sadəcə dedim birdən olar, nəsə qaranlıq qalar. Deyərsiniz ki, müəllim özü də bilmirdi digər variantları. Ona görə izah eləmədi. Qayıtdım geri ki, adım çıxınca canın çıxsın məsələsi. Adım çıxmasın. 10-cu suala gəlin baxaq. Şagirdin akademik göstəriciləri yüksək olsa da, qrup işlərində yoldaşlarla mübahisə edir. Onların fikirlərlə razılaşmırdı. Akademik bacarıq nədir? Onun IQ səviyyəsi, yəni mövzuları, bilikləri, çoxlu zəkalı olması və s. yəni çoxlu biliklərə sahib olması, bacarıqlarının da olması deyə bilərik. Akademik bacarıq yəni. Qrup işləri isə sosial bacarıqdır. Və qrup işlərində yoldaşları ilə mübahisə edir. Situasiyada verilmiş problemdən çıxış yolu üçün müəllim nə etməlidir? Diqqətli olun.
Situasiyada çıxış yolumu istəyir, problemin səbəbini mi istəyir, nə bilim, problemdə müəllimin səhvini istəyir, şagirdin səhvini mi istəyir. Bunlar çox önəmli məsələdir situasiyalarda. A bəndi. Müəllim sinifdə sağlam psixoloji mühiti tənzimləməlidir. Psixoloji mühitlə bağlı bir sıxıntımız yoxdur axı bizim. Uşağın özünün qrup işi bacarığı zəifdir sadəcə. Doğru deyil, yəni doğru çıxış yolu deyil. Müəllim şagirdlə əks əlaqəni, şagirdin akademik göstəricilərini qabartmaqla qurmalıdır. Axı onsuz da akademik göstəricisi yüksəkdir. Problem akademik göstəricidə deyil ki, biz bunu qabardaq. Problem sosial bacarıqdadır. Ona görə B də səhvdir. Müəllim əvvəldən şagirdə düzgün olmayan rəy verib. Ona görə də şagirddə sosial bacarıq zəifləyib. Axı burada biz onu özümüzdən çıxartdıq. Situasiyada belə bir şey yoxdur ki, şagirdə müəllim belə bir rəy verib. Hardan bildik? Heç bir yerdən. Özümüzdən çıxartdıq, beynimizdə qurduq. Beynimizdə qurmamalıyıq. Situasiyada problem verilib, ondan çıxış yolu istəyir. Daha özündən gedib Amerika kəşf eləmə. C səhvdir. D. Müəllim şagirdlə əks əlaqəni sosial bacarığın inkişafı üzərində qurmalıdır. Bəli, bu qədər problemdən çıxış yolu nədir? Sosial bacarıqlar üzərində qurmaq. Əməkdaşlıq, ünsiyyət, liderlik və s. kimi bacarıqlar inkişaf etdirmək. Cavab D. Müəllim şagirdləri tez-tez qrup işlərinə cəlb etməlidir. Tez-tez cəlb etməlidir. O, bilirsiniz nəyə bənzədir? Tarix imtahanında bir sual var idi, hamı üstələnmiş səhvdir. O suala bənzədir. Qrup işinə mən problemi həll etmədən onu qrup işinə cəlb eləməyim yanlışdır. Situasiya kitabımız 2 ildir var və bu tip suallar həmişə kitabımızda öz əksini tapıbdır. Problem varsa, o problemi həll etmədən gedib qrup işi keçirmək, layihə keçirmək və s. yanlışdır. Problem həll olunmalıdır. Burada problemin həllini verib bizə. Deyir ki, müəllim gedib sosial bacarığı inkişaf etdirməlidir birinci. Bunu inkişaf etdirəndən sonra qrup işi keçirə bilər. Və həmçinin də tez-tez qrup işi də yanlışdır. Biz dərsimizin məqsədinə uyğun şəkildə araşdırıb üzə çıxarırıq. Dərsimizin məqsədinə görə biz orada qrup işi keçirəcəyimi, fərdim olacaq, müəyyənləşdiririk. Bəlkə dərsimin məqsədi tez-tez qrup işi keçirməyi tələb eləmir. Ona görə yanlış olar o tip yanaşma. Cavab D bəndi olacaq 10-cu sualımızda. Belə dəyərli müdavimlər, müəllimlər, hər birinizə uğurlar olsun. İnanıram ki, imtahanda nəticəniz gözəl olacaq. Səhifəmizi bəyənməyi, paylaşmağı unutmayın. Rəylərinizi də bizdən əsirgəməyin. Bu tip videolarımız gələcək sizin üçün yenə də situasiya tipli testlərimizdən izah edəcəm. Uğurlar olsun hər birinizə, növbəti izahlarda görüşənədək.